Övladlarımızı qorumaq üçün hansı duanı oxuya bilərik? Övladlarımızı qorumaq üçün mən bir yazı demişəm, bura göndəriblər. Onu dedim, çatdıra bilmədim yazmağı. İstədim bir yaz deyim, siz düz danışın. Amma da yaxşı ki, sualı verib də qoyum onu eləyim. Bir dənə dua var, o duanı elə oxuyum buradan siz üçün. Mən əslində verilişdə yazmışdım, demək istədim deyim. Bu Peyğəmbərin duasıdır. Rəsul-i Əkrəmin duasıdır. Biraz uzundur, mən qısa oxuyacağım. Amma xahiş edəcəm ki, səhifədə ya paylaşarlar, ya deyərlər ki, bilərlər. Bu Peyğəmbər oxuyadı, İmam Həsən üçün, İmam Hüseyin üçün. Bismillahirrahmanirrahim. Deyir, İlahi, uizu nəfsi və dini və əhli və mali və vələdi və xavati mə əməli və mə razaqəni Rabbi və xavvələni. İlahi, sənə tapşırıram özümü, dinimi, əhli əyalımı, varım varsa, dövlətim varsa onu, vələdi, balamı, xəvatimə əməli, əməllərimi və mə razaqəni, verdiyin ruziləri və xavvələni, nə vermirsən mənə, hansı lütfü, hamısını sənə tapşırıram, özdə necə tapşırıram? Bir izzətillah, izzətivə tapşırıram. İzzətun xatirinə izzətimiz əlimizdən alınır. Bir izzətillah və əzəmətillah və cəbarutillah və sultanillah və rəhmətillah və rəfətillah və məğfirətillah və quvvətillah və qudrətillah. Allah izzətivə tapşırıram, qudrətivə tapşırıram, qüvvəvə tapşırıram, rüfətvə tapşırıram. Sənə tapşırıram. Bir sözlə nəyin var, hamısını sənə tapşırıram. Davamı da var bunun. Elə biz həvalə edirəm sənə. İlahi. Özümü də sənə həvalə edirəm. Sən məndən müğayət ol. Sən mənim əlimdən tut. Mən ki, yaxşı iş görmüşəm, İlahi. Əmanət edirəm sənə, sən qoru saxla. Mən qoruyub saxlaya bilmirəm. Çünki sən yaxşı qoruyansan. Quranda bir ayə var. Deyir ki, o hafizdir. Allahın adlarına bir hafizdir. Sonra elə o Yusuf surəsində gəlir. Yaqubun sözüdür. Deyir, xeyru xafizən, Allah yaxşı qoruyandır. Niyə? Çünki və huvə ərhəmur rahimin. Çünki o rəhimlilərin rəhimlisidir. Çünki rəhimlilərin rəhimlisidir, çox mehribandır. Sən nə versən qoruyub saxlayacaq. Qoruyub saxlayacaq. Bəşərdə belə bir xüsusiyyət var ki, bir şey verərsən, səhlənkar yanaşar. Səhlənkarlığın da bəzən kökörü qayıdır ki, sənin o qədər çox belə məhəbbəti də yoxdur. Ona görə də səhlənkar yanaşar, əmanətə eləyər,